Bakı bu mədəni, tarixi, memarlıq irsi ilə bağlı abidələrin qorunması üçün çox böyük bir fürsəti qaçırıb. Bu fürsət 2000-ci ildə Bakı qalası və İçəri şəhər kimi tanıdığımız ərazinin UNESCO-nun Ümumdünya Mədəni İrsinə daxil edilməsi zamanı qaçırdığımız fürsətdir. Həmin fürsət nədən ibarətdir? Bakıda şəhərin ən qədim hissəsi beynəlxalq səviyyədə mühafizəyə alınır və bu proses zamanı biz hansı abidələr mühafizəyə alınmalıdır, qorunmalıdır, onun siyahısını təqdim eləmişik. Bu siyahıda Şirvanşahlar Sarayı və Qız qalası da daxil olmaqla Bakı qalası daxilində mövcud olan memarlıq abidələridir. Bu bir buraxılmış səhvdir. Bakının qədim hissəsi daha böyük ərazini əhatə eləməli idi bu mədəniyyətləri qorumaq üçün, tarixi abidələri, memarlıq abidələrini mühafizəyə almaq üçün. Müqayisə üçün biz Şəkini misal verə bilərik. Şəkinin Xan Sarayda daxil olmaqla tarixi mərkəzi 2019-cu ildə UNESCO-nun Ümumdünya Mədəni İrsinə daxil edilib. Və üstəgəl orada Şəkinin xəritəsinə baxsaq, ərazisinə baxsaq, qorunma altına alınan ərazi demək olar ki, şəhərin yarısıdır. Yəni bu 2000-ci ildə Bakı ilə bağlı buraxdığımız səhvi misal üçün Şəki ilə eləməmişik. Burada artıq daha təcrübəli davranmışıq.